Salam hörmətli tamaşaçılar, Azetu Təhsil portalı ilə Sosial Tədqiqatlar Mərkəzinin ortaq layihəsi olan Təhsil Siz proqramı efirdədir. Bu dəvəki qonağımız çox tanınmış professor, əməkdar elm xadimi, hamının tanıdığı Şahlar Əsgərovdur. Şahlar müəllim, sizi xoş gördük. Sağ olun ki, gəldiniz. Sizinlə biz həm təhsil, həm də elmin cari məsələləri ilə bağlı danışacağıq. Buyurun. Xoş gördük. Əvvəla təhsillə, elmlə bağlı belə bir veriliş hazırladığınıza görə təşəkkür edirəm. Çünki təhsil yatmış milləti yuxudan ayıldan bir vasitədir. Bəli. Ona görə hər bir millətin taleyində təhsil önəmsiz rol oynayır. Şahlar müəllim, buyurun, elə təhsil demişkən, sizin publisistik məqalələri biz mütəmadi izləyirik, orada bir analizlərlə tanış olmağa çalışırıq və bir neçə ildir ki, sizin çox populyar olan bir tezisiniz var. Repetitorluq təhsilin kürəyinə vurulmuş xəncər yarası kimi. Düzdür, biz bunu irad kimi yox, bir alim tərəfindən bir tezis kimi qəbul edirik və sizdən xahiş edərdik ki, bunun açımını, bunun analizini tamaşaçılarımıza çatdıraq. Yəni, doğrudanmı repetitorluq təhsil üçün bu dərəcədə arzu olunmaz bir hala çevrilib? Bu, təqribən bir 10 il, 15 il bundan qabaq mənim söylədiyim fikir idi. O zamanları repetitorluq masştabı çox geniş idi. Biz də cavan bir dövlət idik. Suverenliyimizi, müstəqilliyimizi təqribən 15-20 ildə bərpa etmişdik. Ona görə əsas baza fəndlərlə bərabər dövləti sevmək, dövlətçiliyi sevmək, vətəni sevmək məsələləri repetitor məktəbində yoxdur. Deməli, repetitor məktəbində nədir? Baza təhsillərini öyrədirlər, riyaziyyatı, fizikanı, biologiyanı, kimyanı. Amma ictimai əhəmiyyəti olan, şuura təsir edən, dövləti yaşadan hər bir şey kənarda qalır. Misal üçün, repetitorsuz riyaziyyat müəllim, vətənpərvəri dərsi deyər özü riyaziyyat dərsinin içində. Ancaq proqramı çatdırmağa çalışır. Ancaq o, deməli, bazı təhsilini öyrədir. Onda, amma bu baxımdan məktəblərdə nə qədər olmasa, bu baza təhsili ilə bərabər, elə ictimai həyatımızla bağlı olan çoxlu fənləri də keçirlər, başa salırlar. Yəni, orta məktəbdə gənc, daha kamil, bu mənada kamil ki, hər tərəfli yetişir, nəinki repetitor məktəblərində ancaq bir fən üzrə kamil yetişir. O zaman, əlbəttə, amma ümumiyyətlə repetitor təhsili, əgər bir insan işləməyə Yaponiya gedəcəkdirsə və Yapon dili dərsi bizim heç bir ali məktəbimizdə yoxdursa, o hökmən repetitor yanına getməlidir. Bəli. Bu baxımdan, o baxır hansı kontekstdə biz bunu qururuq. O zamanları bu 20 il bundan qabaq deyilmiş şeydir. İndi bu sadə şükürlər olsun. Elə məktəblərimiz, həm orta məktəb, elə ali məktəbimiz var ki, repetitora ehtiyac yoxdur. Amma Şahlar müəllim, biz bunun cəmiyyətdə tam əksini işləyirik. Yəni, sosial şəbəkələrdə də cəmiyyətdə hər bir şəxs, hər 10 nəfərdən bəlkə 8-9-u deyir ki, əgər bu gün repetitorlar olmasa, bizim şagirdlərimiz, təbii ki, indi bəzi özəl məktəbləri, xüsusi təmadilisi, gimnaziyaları çıxırıq, onları qoyuruq kənara. Söhbət ümumi çoxluqdan gedir. Və bildirirlər ki, əgər onlar repetitorluq institutu bu gün olmasa, bizim şagirdlərimizin, abituriyentlərimizin, ötən il məzunlarının universitetə girmək istəkləri bir xülli olaraq qalacaqdır. Yəni, bu artıq az qala, yenə deyirəm, hər 10 nəfərin 9-unda, necə deyim ki, bu qəlibləşmiş ifadədir. Yəni, bu hansı səbəbdən, bu hansı meyar əsasında gəlib çıxdıq buna? Bunun səbəb nə oldu, müəllim? Dediyiniz faktlar inkar olunmazdı, belə deyim. Burada cəmiyyətin təhsilə baxışı, cəmiyyətin gələcəyə baxışı, gənclərin cəmiyyətə baxışı təkcə qüsurludur. İndi mən sizə desəm ki, əgər Hollandiyada hər 100 gəncin 13-14-ü universitetlərə gedir, heç ali məktəbə getməyə ehtiyac olunur, çünki onlar təsərrüfat, kənd təsərrüfatı, sənaye,
ixtisaslı fəhlə bundan özün olur, ancaq 13-14. Amma biz elə bilirik ki, biz ali təhsil almasaq batarıq. Yəni, bu cəmiyyətin özünün formalaşmasında olan bir qüsurla bağlıdır. Ona görə hökmən qoyuruq ki, bizim nicatımız, uşağımızın nicatı ali məktəblərdir. Nicatımız ali məktəb olduğuna görə orada konkurs artır, ona görə hökmən repetitiv təhsilinə ehtiyac var. Var idi. Bu, mənə elə gəlir, cəmiyyət stabilləşdikcə, normallaşdıqca bu aradan çıxmalıdır və həm orta məktəb, dövlət orta məktəbləri, həm də deməli, ali məktəblərdə deməli, nizam, intisam yaradanda repetir təhsilinə ehtiyac olmayacaqdır. Mən sizə bir söz deyim. Buyurun. Bush'un Bush'un bir ideyası olubdur ki, ixtiraçılığı, yəni elmi tədqiqatı, təcrübəni, bir də texnologiyanı bir yerdə birləşdirən bir proyekt fikirləşir. İdeya şəklində olur. Sonra ideya şəklindən sonra onu Obama həyata keçirir, yəni prezident sərəncamı ilə həyata keçirir və Global Promise, Digital Promise Global deyilən bir təşkilat yaradırlar. Digital Promise Global deyilən bir təşkilat yaradılır və onun da uzun müddət başında çox Amerikanın məşhur bir təhsil işçisi Birzat, John Clone Birzat durur. İndi John Clone Birzat'ın o tədqiqatlarından sonra dediği bir cümləni icazə versəniz oxuyaram. Buyurun, buyurun. Hər bir uşaq sənət əsəridir. Onun şah əsər olmağına çalışın. Hər bir uşaq dünyaya istedad mənbəyi, hədiyyə və potensial kimi gəlir. Sözünün gücünə baxdınız. Hər bir uşaq sənət əsəridir. Bizdə uşağa bu cür baxış yoxdur. Təəssüf. Bizdə uşağa bu cür baxış olmadığını, onu yetişdirən, şah əsərə çevirən müəssisə də yoxdur. Amma Allah ədalətlidir. Birinin övladını talantlı, o birinin övladını talantsız yaratmayıb. Hər bir uşaq talantlıdır. Amma o uşaqlar ki, o öz talantı üzrə inkişafa gedir, onlar olur. Misal üçün, fərz eləyin ki, fizikadan talantlıdır, 15 uşaq 16-cı idmanda talantlıdır. O fizikadan heç də qavramayacaqdır. Fizikada o 2 alacaq. Bu kişi deyir ki, onu oradan götürün, idmana aparın, qoyun. O talantlıdır, onu idmanda şah ola bilər o. Burada. Ona görə bax, bizdə bu diferensiallaşma da hələ öz yerini tutmuyor. Diferensiallar öz yerini tutmadığına görə bax, buradan repetitorluq doğur, buradan keyfiyyətsiz təhsil doğur bu. Ona görə mənim təhsillə bağlı son ideyam budur ki, ümumi təhsil müəssisələri xüsusi təhsil müəssisələrinə çevrilməlidir. Yəni hamılıqla, yoxsa necə? Bütün Azərbaycanda bütün orta təhsil müəssisələri ki var ki, ümumi orta təhsil deyirik. Ümumi orta təhsil məktəbləri deməli, xüsusi orta məktəblərə çevirməlidir, təmayüllü məktəblərə. Bunun mexanizmi necədir? Çox asandır mexanizmi. Özdə bu belədir. Bu təzə bir ideya deyil. Bu saatı Avropada inkişaf etmiş ölkələrdə hakim ideyaların biridir ki, hər bir uşaq talantlıdır, onun öz məktəbini tapın. Yəni, ibtidai sinifdə oxuyanda, hətta məktəbə qədər belə təhsil müəssisələrində uşaq bürüzə verir, bu kim üçün, nə üçün də olub? Bürüzə verir. Bu xeyriyyətçi olacaqdır, bu tədqiqatçı olacaqdır, bu bilinir. 1-ci, 2-ci, 3-cü, 4-cü sinifdə müəllimlər təyin eləməlidir, o dərs dedikcə. Bu uşaq musiqi məktəbinə getsə yaxşı, bu uşaq idman məktəbinə getsə, bu uşaq fizika riyaziyyat təmayülinə getsə, bu uşaq kimya getsə, bu tarixə getsə, belə olmalıdır və məktəblər diferensial olaraq çevirmək, xüsusi məktəblərə çevirməlidir. Onda talantsız hər öz yerini tapar, repetitorluğa ehtiyac olmaz. Ona görə
struktura dəyişməlidir təhsildə. Özdə bu yeni ideya deyil, bu mənim ideyam deyil, mən bu ideyanı müdafiə edən bir adamam. Beynəlxalq təcrübədən belədir. Çünki talansız uşaq yoxdur. O fizikada talansız da bəlkə idmanda, şahmatda birinci yerə çıxa bilər. Yəni özünü ifadə edə bilməyən uşaq var. Tamamilə düzdür. Çünki şah əsərə çevrilməlidir. Burada bu kişi deyil, şah əsərə çevrilməlidir. Amma uşaqlar müəllim, bununla bağlı bir dənə də detallı deyim icazənizlə. Sonra bu repetitorluq mövzusunu biz dəyişərik. Deyilən daha doğrusu analizlərə görə bu repetitorluğu artıran bir dənə vacib səbəbi də nədən ibarətdir? Dövlət İmtahan Mərkəzi bu universitetlərə qəbul üçün hazırlanan test tapşırıqlarını əsasən hazırlayır. Hazırda Təhsil Nazirliyi, Elm və Təhsil Nazirliyinin tövsiyə etdiyi məzmun standartları əsasında. Halbuki bizim məktəblər də həmin məzmun standartları əsasında öz dərslərini təşkil etməlidir. Burada nə çıxır? Deməli, həmin məktəb tədrisi məzmun standartları əsasında o qədər uğurlu apara bilmədiyi üçün burada yeganə ümid folu qalır repetitorlara. Və repetitor deyilən bir şəxs də qəbul suallarına, qəbul tapşırıqlarının tələblərinə əsasən öz həmin uşağı məzmun standartlarına uyğun hazırlayır. Və bu boşluq burada aradan qalxır. Yəni bu detal da var. Yəni Dövlət İmtahan Mərkəzi deyir ki, burada biz də təbii ki, qurumlara dediyim qarşı-qarşı qoymuruq, belə bir fikrimiz də yoxdur onsuz da. Sadəcə məsələ nədən ibarətdir? Deyir, bu məzmun standartlarıdır və mən də sualı buna uyğun hazırlayıram. Əgər məktəb şagird həmin məzmun standartlarına uyğun yetişdirmirsə, burada mənim günahım yoxdur. Və repetitor burada dövrəyə girir. Və o həmin məzmun standartlarına bağlı boşluğu aradan qaldırmağa çalışır və nəticədə belə bir tendensiya yaranıb ki, bizim cəmiyyətdə çox təəssüf olsun ki, orta sıravi bir məktəbdə ən sərvətli bir uşaq hazırlıq deyirlər, hazırlığa getməsə ali məktəbə qəbul ola bilməz. Belə bir tendensiya yaranıb. Çox qısa olsa, indi başqa mövzular keçəcək, Şahlar müəllim, bu ilə bağlı sizin fikrinizi almaq istərdim. Bu qüsurdan törəyən qüsurdur. Əgər biz birinci addımızı qüsurla atmışıq, ikinci addımızda qüsurla atırıq. Qüsurdan törəyən qüsur. Siz bir özünüz fikirləşin. Niyə dünyada Singapur və Estoniya təhsili qabaqcıl təhsil sayılır? Niyə sayılır? Bir fikirləşmişsiniz, bu suala bir mətbuatda cavab tapmışsınızmı? Ona görə sayılır ki, Singapurda müəllimlərin özün hazırlamağı diqqət mərkəzinə gətirirlər. Əgər məktəbdə olan müəllim zəifdirsə, o uşaq hökmən repetitor, yaxşı qüvvətli müəllim adına gəlir. Amma əgər biz bir dövlət olaraq məktəbdə olan müəllimləri, deyək ki, bu illəri fizikləri hamı yığıb, aparıb bir fizika üzrə müəyyən bir proqram əsasında onların biliyin qaldırsaq, sabahlar riyaziyyat üzrə qaldırsaq, bürüsün, o biri fənlər üzrə qalsaq, məktəbdə müəllimlər güclü olandan sonra repetitora yer qalar. Və salam deməli, o qüsurdan törəyən qüsurlardır və ona görə də o qüsurlarla dəyişmə məşğul olmuram. Bunda Şahlar müəllim, icazənizlə keçək elmi istiqamətə. Siz uzun illər elm sahəsində çalışmışsınız və bu gün də davam edir. Elmlə bağlı sayısız hesabsız bir də bizim qarşımızdadır. Publistika məqalələriniz, elmi araşdırmalarınız, ümumiyyətlə elmi uğurlarınız var, patentləriniz var öz sahənizdə, fizika istiqamətində. Və bunları mən boşuna demirəm, səbəbi var. Bir neçə müddət bundan öncə, bir neçə gün bundan öncə Elm və Təhsil Naziri Emin Əmrullayev də elmi tədqiqat institutlarından bağlı belə bir fikir bildirmişdi. Bizdə 140 belə bir müəssisə var, amma oradakı göstəricilər demək olar ki, ürəkaçan deyil. Hətta sıfıra yaxın bir nəticə də var. Yəni doğrudanmı belədir? Doğrudanmı bu gün bizim elmimizin riyazi keyfiyyət və göstəricisi sıfıra bərabərdir? Bu barədə bir danışaq. Yox, əlbəttə belə deyil. Bəs necə? Mən bu fikri bəyənmirəm, tamamilə inkar edirəm, deyim sizə. Tamamilə inkar edirəm. Əgər biz bu saatı, bu hardan gəlir bu fikir? Bu fikir elmin, Azərbaycan elmin tarixini getmək lazımdır. Bu fikir oradan gəlir ki, əgər biz bir tədqiqat aparsaq, sosioloji tədqiqat aparsaq, 100 nəfərdən soruşsaq ki, sizin aldığınız əmək haqqı da, mənim aldığım təqaüddə, sizin aldığınız əmək haqqıları da elmin rolu nə qədərdir? Təqribən Emin Əmrullayevin dediyi sözə gəlib çıxacaq. Amma bu tamamilə
qüsurlu bir fikirdir. Niyə? Əgər 100 il bundan qabaq dənizdə neft tapılmasaydı, əgər 100 il bundan qabaq neft şəhərcə, neft daşları salınmasaydı, boru kəmərləri vasitəsilə Azərbaycan nefti qərbə axmasaydı, biz pambıq və üzüm satmaqla cəmiyyəti bu səviyyədə dolandıra bilməzdik. Deməli, bu sadə hər birimiz aldığı əmək və təqaüddə elmin payı 60, 70, 80%'dir. Yəni, bizim xərclədiyimiz hər 100 manat maaşın 80'ı Yusif Xoşbəxt Yusifzadənin, ondan sonra Azad Mirzəcanzadə kimi neftçi alimlərin əməyinin pulunu biz yeyirik. İlim həmişə güclü olub, hər bir sahədə də güclü olubdur. Siz təsəvvür eləyin. Bir vaxtı təqribən 40 il bundan qabaq Azərbaycan Kosmik Tədqiqatlar İnstitutu vardı. Onu elə belə aşmırdılar ki, burada kosmik. Deməli, onun bazası var idi ki, açılmışdı. Bazası. Ona görə elmə hansı səpkidən necədir, adi vətəndaş diqqəti ilə baxanda o cür görünür. Amma mənim gözümdən baxanda hər birimizin əmək haqqında mənim də aldığım, deməli, əmək haqqı da elmin payı 60-70%'dan çoxdur. Elmə qarşı o cür münasibət mən qüsuru sayıram. Bir də bu baxımdan ki, talantlı gənclik elmə getməz onda. Çünki böyük bir dövlət məmurunun bu sözündən sonra talantlı gənclik elmə getməz, ticarətə gedər. Ticarətdə isə dəyər yaradılmır. Elm isə nə elirsə dəyər yaradır. Ona görə elmi tədqiqatları, elmi qiymətləndirmək istəyirsə, dəyərlər, aksioloji nöqteyi nəzərdən dəyərlər prizmasından keçirməlisiniz. Burada mən biraz da vaxtınızı alacağım. Dəyərlər prizmasından baxmalısınız. Deməli, hər 100 doğulan, anadan doğulan uşağın 3'ü 4'ü talantlıdır. Sənət üçün, elm üçün doğulur. Hər 100. Amma 97'den və aşağısı isə elm, sənət üçün doğulmurlar. Onlar peşə üçün doğurlar. O hər 100 nəfərdən o 3'ü Üzeyir Hacıbəyovdur, Səməd Vurğundur, Yusuf Məmməd Əliyevdir, Xudun Məmmədov və s. bunları yaradır. Yerdə qalanları isə deməli peşə üçün doğulurlar. İndi o zamanları o %3 və bir də onun kimilərin çoxu elmə gedirdilər. Universitetlərin dəqiq elmlərinə, kimyasına, biyologiyasına, fizikasına gedirdilər və orada onlar o məcranı doldururdular. Bu məcranı doldururlar. Və nə baş verdi? Özdə bu tək bizdə baş vermədi, SSR miqyasında baş verdi. SSR miqyasında, yəni Moskvada da, Ukraynada da və Azərbaycanda baş verdi. O talantlı alimlər ki, yarandı, talantlı alimlər cəmiyyətin elitar təbəqəsində oturur. Peşə üçün yarananlar elitar təbəqədə oturmur, orta təbəqədə oturur. Elitar təbəqə, orta təbəqə. O elitar təbəqədə oturan insanların övladları onların özünün köməyi ilə peşə üçün yox, elitar təbəqədə onlara yerlər verildi. Deməli, deyək ki, ad çəkmək hansısa bir alimin, talantlı bir alimin yerinə talantlı bir gənc gəlmədi. O talantlı alimin talantsız gəncini qoydular. Ona görə talantsız gənclər o talant üçün elitar təbəqədə olan yer tutduğuna görə talantlı gənclik istiqamətini döndərdi. Ticarətə getdi, xaricə getdi, xarici ölkələrdə işləməyə getdi. Budur elmin geri qalmasına səbəb. Sosioloji səbəb var. Sosioloji səbəb var. Yəni, bunu başa düşmək lazımdır. Misal üçün, belə deyək də, bəzi sahələrdə əlbəttə ki, valideynlərin
sənətin davam etmək faydalıdır. Bəzi sənətlərdə, musiqidə faydalıdır, hüquqşünaslıqda faydalıdır, ən azı kitabxanası qalar. Amma bəzi yerlərdə o Allah tərəfindən seçilmiş adamlar var, talantlı olmalıdır. Fiziksə o yarandı, bu nəsildə bir də ya yarana, ya yaranmaya. İndi mənim qüdrətim var, uşağımı da gətirir, özüm dururam, oturturam yerini, sən burada ol. O elitar təbəqədə stolumu verirəm oğluma. Onu əlbəttə o heç nə yaradılmaz. Ona görə baxın, televizyonu izləyin. Hamı köhnə kinolar, köhnə mahnılar, köhnə müğənnilərdən danışır. Niyə elitar yaranmayıb? Elitar təbəqəni tutubdur talantsız gənclik. Uşaqlar müəllim, indi bu Fikrimi bilmirəm, deyə bildim. aydındır. Tam fikrini çatdı. Yəqin ki, bizim hörmətli tamaşaçılarımız da sizlə razı olanlar. Amma bir məsələ də var. Elm və Təhsil Naziri Emin Əmrullayev ola bilsin, indi təbii ki, biz kiminsə adından danışa bilmərik, birbaşa müasir dövrü, hazırda fəaliyyət göstərən elmi tədqiqat institutları və onların real datalar əsasında göstəricilərini deyib ola bilsin. Yəni, bəli, keçmişə nəzərə dedim də, axı bəyəxləri orada oturmuşdu, deyək ki, Cəlal Allahverdiyev. İndi həmin stolda direktor elə misal üçün Cəlal Allahverdiyevin oğlu Yabaisi oğlu. Axı o Cəlal Allahverdiyev elmdə seçilmiş bir adamdır. Allah onu elm üçün yaratmışdı. Amma onun o gətirib öz yerinə qoyduğu adam, ola bilsin o yaxşı idmançıdır, yaxşı musiqiçidir. Onu himayədarlıq hesabına gəlib çıxıb ora. Başa düşdünüz? Ona görə gərək cəmiyyətə baxanda toplum kimi burada baxma. Hər bir fərdin ayrılıqda baxmaq lazım. Baxın, bir şərdə deyim. Karbon atomunu elə strukturlaşdıra bilərsən, cahanda ən bahalı varlıq ola bilər, almaz. Elə strukturlaşdıra bilərsən, cahanda ən ucuz kömür ola bilər. Ona görə cəmiyyəti o adamların hər birini öz yerində oturmaq böyük qabiliyyət tələb edir. Cəmiyyət elə strukturlaşmalıdır ki, idmançı idman məktəbinə getsin, alim məktəbinə getsin və onda cəmiyyət olar. Yəni, cəmiyyətin strukturlaşmasına diqqət etmək lazımdır. Yəni, hər kəs öz potensialının zonasında. Bəli, bunu açmaq üçün o şah əsərə çevrilməlidir. Mən dedim, bu kişi də dedi, özü mən elə havayı yer edim. İki Amerika prezidentinin ideyasıdır ki, iki Amerika prezidentinin ideyası bir olur ki, elə bir təşkilat yaradaq ki, o nəzəriyyə, elmi tədqiqatı, praktikanı və texnologiyanı bir yerdə birləşdirsin. Və beləliklə Global Promise, Digital Global Promise təşkilatını yaradıblar ki, o Amerikada çox böyük uğurlar qazanır. İnşallah müəllim, təşəkkür edirəm ki, bu detala toxundunuz. Yəni, bu elmi tədqiqat müstəvisini biz yönəldək universitetlərimiz istiqamətinə. Amma elmi tədqiqat institutlarından danışdıq. Reallığın kökünü çox dəqiqliklə fikrimcə ifadə etdiniz. Və bu gün bizim universitetlərimiz niyə tədqiqat universitetləri modelini tətbiq edə bilmirlər? Bu, deməli, universitetlərimiz keçid dövrünü keçir. Keçid dövründə və dünyada da universitetlər çoxdur. Təqribən 20 mindən çox universitet var. 20 min universitetlərin reyting cədvəlində hətta 1000-ci yerə düşməyin özü belə böyük uğur saymaq olar. Amma nə etmək olar ki, deməli, mən ona əvvəllər çox fikir verirdim. O top 200 universitet deyilən bir adətən cədvəl elan olunurdu. Dünyada 200 top universitet. Bu top universitetinin təqribən 60-70 Amerikadaydı. 30-40-ı İngiltərədə idi və yerdə qalan ölkələrdə də bir idi. Misal üçün, Türkiyədə bir universitet vardı, Orta Doğu Universiteti idi, ondan sonra Misirdə bir universitet idi, belə-belə. Çində indi biraz da dünyada dəyişibdir, elə deyil. Deməli, burada universitetləri qiymətləndirmək üçün 4 argumenta fikir vermək lazımdır. Qiymətləndirmək üçün dədir. İdarə etməsinə, necə idarə olunur? Universitet keçilən, tədris olunan fənlərin siyahısına,
müəllimlərin deməli səviyyəsinə, bir də ətraf mühitdə iş adamları ilə, sənaye adamları ilə bir yerdə olması. İndi qaydaq bunlara fikir vermək lazımdır. Bunlara fikir verəndən sonra qaydaq sən dediyin suala. Elmi tədqiqatın teması aktual olmalıdır. Bu sözün altından mən xətt çəkirəm. Elmi temanın aktual olması üçün həmin ölkədə sənaye müəssisəsi olmalıdır. O sənaye, məsələn, velosiped buraxırıqsa, neynəyək ki, keyfiyyəti çox olsun, neynəyək ki, daha qiymətli olsun, alıcılıq olsun. Aktuallıqdan sonra keyfiyyətə. O, deməli, keyfiyyəti alim yarada bilər, tacir yarada bilməz, sənaye yarada bilməz. Ona görə Amerika prezidentlərinin bir sözü var. Deyir ki, ticarətdə uğur qazanmış, sənayədə deməyib, ticarətdə uğur qazanmış bir adamın yaxşı dövlət məmuru olmasına inanmıram. Çünki ticarətin yaratdığı psixoloji düşüncə tamam başqadır. Sənayenin, istehsalçının yaratdığı düşüncə tamam başqa bir məsələ. Sənayeci işdən qutarandan sonra rahat yata bilməz, sabahı fikirləşir. Ticarət işdən sonra gedib keyf eləyə bilər. Sənayeci işdən sonra bir alimlə, bir injinerlə, mühəndislə görüşməyə can atar, ağıllı bir adamla. Ticarətçi bir gözəllə, bir necə də şənlənənlə, yaxşı tostlayana can atar. Can atar. Ona görə sənaye, elm hardan qidalanmalıdır? Sənayədən. Sənayədən qidalanmalıdır. Sənaye də, indi mən velosiped dedim, velosiped aktual deyil. İndiki dövrün velosipedi bəlkə o uşaqlar minir, təkərlə nə deyir, heç adını da biləməm. Skuterlər bəlkə istehsal etmək lazımdır, ondan getmək. Yəni, aktual olmalıdır, sənayədən qidalanmalıdır. Əgər bu mənbələr yoxdursa, hardan qidalanmalıdır? Aydın oldu, orada deməli, o ağac böyüyə bilməz, elm ağacı böyüyə bilməz. Ona görə bu elə deyil, bu mürəkkəb bir məsələdir. Deyəsən elə bu səbəblərdən biri də odur ki, bizim universitetlərimiz dünya universitetlərinin beynəlxalq reytinq cədvəllərində çox da irəli pillələrdə addımlaya bilmir. Doğrudur, biz mətbuatdan, sosial şəbəkələrdən, həmin universitetlərin özlərinin PR komandalarından qeydlər alırıq ki, filan universitet filan pillə irəlilədi. Filan universitet bu qədər irəlilədi. Bir reytinq cədvəlində elə universitetin adını gördük ki, həmin universitetimiz, ad çəkmirəm mən, o birisi reytinq cədvəllərində ümumiyyətlə yoxdur. Çox qəribədir. Və yaxud X reytinq cədvəlində elə birisini görürük ki, o ancaq orada var, başqa heç birisində yoxdur. Və burada istədi Şahlar müəllim aydınlıq gətirir məsələyə ki, bizim universitetlərimizin həqiqi reytinq göstəricisi bu gün necədir? Yəni, sualı təkrar edirəm ki, həqiqi reytinq göstəricisi. Bu günləri o qədər də ciddi olmayan, müəyyən bir maliyyə, marketinq maraqlarına xidmət edən reytinq şəbəkələri var dünya üzrə. Amma söhbət böyük reytinq cədvəllərindən gedir və oradakı yer mövqe həqiqi göstəricidir. Ondan biraz danışaq, az da olsa. Bizim yaxşı universitetlər sırasına cəhd edən universitetlərimiz var. Misal üçün, gəlin, UNEK demək olar, Xəzəri demək olar, Qərb Universiteti demək olar və digər universitetlərin də adını saymaq olar, amma geridə qalan universitetlər də çoxdur. Bir Fullan deyilən Amerikanlı var, onun 6J prinsipi var. 6J prinsipində biri budur ki, universitet nə verməlidir? Gəncə xarakter verməlidir. Gənc, fizfakı, tarixi, hüquqlarında xarakterli bir gənc olmalıdır. İkinci, bu xarakter, niyə mən 6C dedim, C hərfi ilə də, yəni bizim bu Türkçə hərfi ilə də görülür. İkincisi,
kommunikasiya qabiliyyəti öyrətməlidir. Bizim gənclər rabitə qurmaq, kommunikasiya qabiliyyəti yaratmalıdır. Üçüncüsü, tənqidi düşüncə, critical thinking deyilir, tənqidi düşüncə sahibi olmalıdır. Dördüncüsü, vətənpərvər, citizen olmalıdır və bu bizim proqramlarımıza baxanda bunlar görünmür. Belə xarakter biz yetişdirə bilmirik. Ona görə də o... Hansı proqramlardan söhbət edir? Yəni bizim ali təhsil proqramlarımıza baxanda... Bəli də, ali təhsil proqramına. Ona görə, misal üçün, ali təhsil müəssisələri haradasa tikinti, söküntü işləri görəndə mənim ürəyim ağrıyacaq. Bunun əvəzinə deməli, daha insan yetişdirmək olar, bu tikinti ilə hara getmək olar. Universitetin işi deyil yəni. Hə, bu ona görə ürəyim ağrıyır, amma nə eləmək olar? Bu görünür ki, bu inkişaf özü təkəmmül prosesidir. Biz buna gəlib çıxacağıq. İndi bu 10 illikdə də olmasa, gələn 10 illikdə gəlib çıxacaq. Çünki bizim şuurumuz da yetişir. Bizim uşaqlarımız bizim kimi düşünməyəcəkdir. Onlar daha kamil düşünəcəkdir. Kamil düşünəcək. Burada ikinci bir dənə vacib məsələni mən deyim. Mən tez-tez bu misalı çəkirəm ki, kamil insan yetişdirməlidir universitetdə. Bəzən deyirlər, şəxsiyyət yetişdirməlidir. Əgər qırıcı təyyarəni minib hansısa bir şəhəri dağıdacaqsa, o şəxsiyyət mənim nəyimə lazım? Mənə kamil insan lazımdır ki, bir kasıbın əlindən tutsun, bir yetimə çörək versin, kamil insan. Və kamil insan nədir? Kamil insan bunu həm təhsil, həm elm yetirməlidir. Kamil insan onun gündəlik, aylıq işlərinin yaxşı hissəsinin, yəni Allaha xoş gələn hissəsinin Allaha xoş gəlməyən hissəsinə nisbət edir. Yəni gördüyü kamil işlərin kəsr xəttinin yuxarısına yazıram, məxrəcinə onun pis işlərini yazıram. Əgər yaxşı işləri pis işlərdən 10 qat, 100 qat çoxsa bu kamil insandır. Ona görə biz deməli kamil insan yetişdirməliyik. Kamil insan yetişdirməliyik. Ona görə o dediyim keyfiyyətləri biz gənclərimizə öyrətməliyik. O dediyim keyfiyyətləri yeritməliyik. Və yaxud da bu kamilliyi belə deyək. Orta məktəbə tətbiq etsək, orta məktəbə qiymətləndirməyə və biliyi maye kimi təsəvvür etsəniz bir stəkanda, mayenin hündürlüyünün stəkanın boş qalan hissəsinə nisbəti kamillikdir. Dolu hissənin boş qalan, nə qədər boş qalan hissə az olarsa, bir o qədər o uşaq kamildir, bir o qədər o uşaqdır. Heç boş hissə qalmasa, o uşaq əlaçıdır. Təhsil həm mürəkkəb prosesdir, həm də zəruri prosesdir. Deməli, hər gün bizə lazımdır. Həm də mürəkkəbdir, yəni baş çıxartmaq çətindir. Burada bir misal da deyim, bəlkə bizim tamaşaçılar üçün də maraqlı olar. Təhsil sosial sahədir. Təbabət də sosial sahədir. Təbabətdə son 100 ildə 100 nəfərdən çox Nobel mükafatı alıb. Hələ təhsildən birdən Nobel mükafatı alan adam yoxdur. Pedaqogikadan. Görün, nə qədər mürəkkəb sahədir. Mən üzr istəyirəm. Ondan həm də nominasiyalar var. Səhv etmirəmsə, tibb və fizioloji istiqaməti var. Yox, elm var. Təhsilində elmi pedaqogikadır. Sən elm sahəsindən ala bilərsən. Elm, yəqin orada... Orada belədir, riyaziyyatdan yoxdur. Bəli, yəni... Sənin dediyin o nominasiyada. Amma riyaziyyatın ekonomika tətbiqindən Kantaroviç Nobel mükafatı alır. Yəni, onda yəqin sülh nominasiyası üzrə tətbiqindən almaq olar. Yəni, iqtisadiyyat üzrə mümkündür. Yəni, birbaşa yoxdur, onu demək istədim. Təbii ki, elm müstəsi, yəni, bu da belədir. Bu da səhvdir. Biz elə bilir ki, pedaqogika uşaq üçün elmdir. Pedaqogika insan üçün elmdir. Əlbəttə ki. O səhvdir. Əgər pedaqogika insan üçün elm sayılsa, bu da elmin fizika kimi, riyaziyyat kimi, biologiya kimi deməli elmin payına düşər. Görürsən, məndə tarixdən yoxdur, ədəbiyyatdan var. Yəni, o ayrıca bir mövzudur, maraqlı mövzudur, onu bir digər var. Şahlar müəllim, çox da vaxtınızı almayaq, son iki bir məsələ haqqında da sizin fikrinizi almaq istərdim. Birincisi, sizdən, səhv etmirəmsə, bununla bağlı da biz açıqlama və məqaləni görmüşük.
Azərbaycanda cari qəbul imtahan modeli bu istiqamətdə sizcə bir təklif olaraq nə deyə bilərsiniz? Nələr dəyişməlidir? İndi hazırki test modeli qüvvəsində qalacaqmı irəlidəki zamanlarda? Yoxsa onun da artıq formasiyası dəyişəcək sizcə? Bilirsiniz, baxır test nəyə xidmət edir? İctimai mənəfiyə yoxsa şəxsi mənəfiyə? Mən güman edirəm, test ictimai mənəfiyə qulluq etməlidir. Cəmiyyətə qulluq etməlidir. Əgər testdən şəxsi mənəfiyə üçün kimsə istifadə edir, o vətəninə yaxşı xidmət etmir. Ona görə, baxın, dünyada 20.000 universitet var, hamısına da qəbul edir. Baxın, görün, bizdəki qəbul, onlarda var mı? Nə olmalıdır qəbul? Orta məktəbin qəbulu ilə, yazdığı qiymətlə ali məktəbə girməyi məqsədə uyğun deyil. Niyə? Çünki orta məktəbdə valideyn məktəb əlaqəsi olduğuna görə qiymətlər süniləşə bilər, şişirdilə bilər. Ona görə bütün dünyada və ilk dəfədə olur Amerikada kənar qiymətləndirmədən söhbət getdi ki, kənar adamlar qiymətsin. Yəni, mən orta məktəbdən, fizikadan, mənim fizika müəllimim yox, qonşu rayonun fizika müəllim məndən imtahan götürsün ki, atamı tanımasın, məni tanımasın, nəsilimi tanımasın. Ona görə bu gəldi, dedilər ki, orta məktəb nədir, qəbul imtahanları qeyri-hökumət təşkilatları tərəfindən aparılsa yaxşıdır. Gözəl bir şeydir. Qeyri-hökumət təşkilatı qəbul imtahanına qiymətləri müəyyən etməlidir, alqış, yaxşı el etməlidir, amma ixtiyarı verməlidir gəncin özünə, azadlıq, onun azadlığın əlinə. O gənc həmin o qiymətlər, institutlar Azərbaycanda olacaq, özü seçməlidir. Da o hansısa bir dövlət təşkilatı, qeyri-hökumət təşkilatı tərəfindən göndərilməli deyil ki, sən get ginən Lənkəranın fizikanın üstündə ol, sən get Naxçıvanın fizikanın üstündə ol. Bu ola bilməz. Bu böyük azadlığın əldən alınmasıdır, insan haqlarına müdaxilədir. Belə şey mən həmişə əleyhinə olmuşam, çox danışmışam, axırıncı 5-6 illə danışmam üçün görürəm əhəmiyyət yoxdur. Uşaqlar müəllim, siz bir müddət, həm də bir neçə il bundan əvvəl Təhsil Nazirliyinin, o vaxt Təhsil Nazirliyi gedirdi. Təhsil Nazirliyi yanında İctimai Şuranın rəhbəri oldunuz və sizə deyim ki, sizin sədr olduğunuz həmin İctimai Şura, həmin kollektivin fəaliyyəti həddindən artıq aktiv idi. Cəmiyyət tərəfindən də, təhsil camiyyəsi tərəfindən də bu bir mənalı şəkildə belə qarşılanırdı. Və sonraki etaplarda, sonraki mərhələnin fəaliyyətinizi dəyərləndirirsiniz və hazırda onlara sizin bir ağsaqqal olaraq tövsiyəniz nədən ibarət olardı? Əlbəttə, İctimai Şuranın olması çox yaxşı bir haldır. Yəni, təhsildə gedən, təhsil sahəsində gedən proseslərə cəmiyyətin baxışı ilə baxmaq lazımdır. Cəmiyyət bu nədərdir. Ona görə burada 15 adam tapıb bir cədvəl düzəltmək olar, amma bir də var ki, cəmiyyətin, təhsil sisteminin 15 tanınmış və milli mənəfiyə xidmət edən 15 adamı bir yerə yığıla. Mən indi sonraki tərkibləri yaxşı tanımıram. Bəzilərini tanıyıram içərisində və tanıdığım yaxşı adamlar da çoxdur. Amma o tərkibdən asılıdır. Bir də deməli, nazirin bu şuraya münasibətindən asılıdır. O yaxşı işləyə də bilər, işləməyə də bilər. Hörmətli tamaşaçılar, bugün biz professor, əməkdar elm xadimi Şahlar Əsgərovla elm, tədqiqat və təhsil məsələlərindən danışdıq. Siz də hər biriniz təhsil, həm də siz olun ki, sonunda təhsilsiz olmayaq. Sağ olun.